Bəzi eşitirsən ki, bu ələm uzatmışmalar, bu necə izah etmək olar, bu necə olur ki? Ələmin uçmağı ümumiyyətlə, o nəinki ələmin uçmağı, ümumiyyətlə Şeyxülislam İbn Teymiyyə rahiməhullah gözəl bir qayda deyir. Şeyxülislam İbn Teymiyyə. Bax, bunu əzbərin qardaşlar. Əzbərin deyəndə ki, bunu dəqiq bilin və yadda saxlayın. Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, İzə rəeytər rəcul yəmşi aləl-mə əv yatiru fil-həva fələ təxtarru bidəlik. Əgər bir insanı görsən ki, suyun üzərində gəzir və ya havada uçur, buna görə deyir, təəccüblənmə, aldanma hələm. Hətta deyir, tandur fi mövqihi minəşşər. Hətta onun şəriətdə mövqeyinə baxmayacaq. Bax deyir, əgər salihdirsə o insan, əgər salihdirsə, yəni Allah'a ibadət edəndirsə, deməli ona kəramətdir. Bu onun üçün kəramətdir. Əgər yox, asi insandırsa, salih insan deyilsə, bil ki, bu sehirbazdır, yəni sehirdir. Aydındır? Və bu qaydaya əsasən hər şey həll edilmə asandır. Sehirli deyir. Və sehirdə deyir ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah, əksərul uləmə ənə səhir kafir deyir. Yəcib qatlu. Əksər alimə deyirlər ki, sehirbaz kafirdir və öldürülməsi vacibdir. Sehirbazdır adam. Kahin, sehirbaz. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, əksər alimlərə görə kafirdir və öldürülməsi vacibdir. Və deyir ki, hətta deyir ki, Şeyxülislam rahimehullah deyir ki, sahabələrdən sabit olub ki, öldürüblər deyir. Məsələn, Ömər ibn Xattab, Osman ibn Omar, Həfsə bint Omar. Yəni, bunlar adları sayır orada sahabələrin adlarını. Yəni, böyük sahabələr öldürüblər sehirbazları. Yəni, bu sabit olub. Aydındır? Yəni, ona görə burada həlli budur. Ələmdir, misal üçün, başqa şeylərdir, başqa insandır, pərdədir, əskidir. Yəni, bunların uçması, yəni, bu qaydaya əsasən həll olunur. Aydın, bax, onun şəri mövqeyinə. Əgər salihdirsə, kəramətdir. Əgər salih deyilsə, anasınızə günahkardır, sonda sehirdir. Aydın qardaşlar? İndi biz o kahinləri tutub öldürə bilərik. Yox. Bizə yoxdur bu ixtiyar. Bizə verilir ixtiyar. Yəni, bu sadəcə olaraq İslam şəriyyətində qazilər çıxardılar hökm və harada olsa tapıb öldürülür. Yəni, bizə aidət yoxdur. Mən məqsədim misalı verməkdə... Düzdür, aydın. Qardaşlar, birdən elə bilər ki, bu... Bu, cümlədə danışanlar, bunlar ümumi hökmlərdir, qardaşlar. İxlasla.com saytı tərəfindən təqdim olundu.